Hər kəsə salam. Bugün uşaqlığımızın ən sevimli şirniyyatlarından biri olan yumşaq korjiklər hazırlayırıq. İlk olaraq qaba 100 qram yumşaq kərə yağı və 220 qram şəkər tozu, yəni 11 xörək qaşığı əlavə edib mikserlə yaxşıca çırpırıq. Daha sonra 2 ədəd yumurtanı bir-bir əlavə edərək çırpmağa davam edirik. Dostlar, mənə dəstək olmaq üçün videomu like etməyi də unutmayın. İndi isə üzərinə 150 ml ilıq süd də tökürük və sıra gəlir quru inqridiyentləri əlavə etməyə. 800 qram unu hissə-hissə ələkdən keçirdirik. 800 qram un 200 ml stəkanla 6 stəkandan biraz çox edəcək. Yəni 6 stəkan üstə gəldi 1 xörək qaşığı. Üzərinə 1 çay qaşığı vanil və 1 çay qaşığı qabartma tozu da əlavə edib əvvəlcə mikserlə, daha sonra isə əllərimizlə yumşaq bir xəmir yoğururuq. Hazır xəmirin üzərini örtüb 20 dəqiqə kənarda gözlədirik. Daha sonra masaya biraz un səpib xəmiri təxminən 1 sm qalınlığında yayıb peçenya formaları ilə kəsirik. Qalan xəmirlə də tam eynisini edirik. Üzərinə sürtmək üçün də 1 ədəd yumurta sarısına 1 xörək qaşığı süd əlavə edib korjiklərin üzərinə çəkirik və çəngəli ilə üzərində naxışlar qoyub əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 20 dəqiqəyə bişiririk. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Maraqlı reseptlər üçün izləmədə qalın. Hələlik.